Amerika Birləşmiş Ştatlarının İrana qarşı mümkün hərbi addımı son anda dayandırıldı. Amma Vaşinqtondan gələn mesajlar göstərir ki, bu təhlükənin aradan qalxması yox, sadəcə qərarın təxirə salınmasıdır. Körfəz liderlərinin diplomatik müdaxiləsi fonunda Ağ Evin Tehrana verdiyi son siqnalların arxasında hansı strateji hesablamalar dayanır? Vaşinqtondan ən son vəziyyəti xüsusi müxbirimiz Nemət Tahiroğlu təqdim edir. Vaşinqtonda diqqət Donald Trump'ın İranla bağlı verdiyi son dərəcə kritik qərara yönəlibdir. ABŞ prezidenti açıqlayır ki, bugün İrana qarşı planlaşdırılan hərbi hücum hərlik təxirə salınıbdır. Trump'ın sözlərinə görə bu qərarın arxasında Körfəz regionunun 3 əsas liderinin, Qətər əmiri, Səudi Ərəbistanın vəliəhdi və Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin müraciəti dayanır. Trump sosial platformasında yazıb ki, bu liderlər regional sabitlik və mümkün geniş miqyaslı nəticələri nəzərə alaraq Vaşinqtondan hücumu təxirə salmağı xahiş ediblər. ABŞ prezidenti də onlara hörmət əlaməti olaraq Müdafiə naziri Pete Hegseth-ə, Birləşmiş Qərargah rəislərinin sədrinə və ABŞ hərbi komandanlığına bugün üçün nəzərdə tutulan zərbənin dayandırılması göstərişini veribdir. Ekspertlər bildirirlər ki, burada ən mühüm məqam odur ki, Trump bunu geri çəkilmə kimi deyil, şərti fasilə kimi təqdim edir. O açıq şəkildə bildirir ki, əgər yaxın vaxtda məqbul razılaşma əldə olunmasa, ABŞ dərhal İrana qarşı tam və geniş miqyaslı hərbi əməliyyata hazır olacaqdır. Yəni, Vaşinqton diplomatiya son imkan verir, amma hərbi variant masadan qalxmır. ABŞ mediasında bu qərar iki istiqamətdə qiymətləndirilir. Bir tərəfdən bu Körfəz müttəfiqlərinin regional müharibənin qarşısını almaq üçün son dəqiqə diplomatik müdaxilə kimi görürlər. Digər tərəfdən isə Ağ Ev Tehrana açıq mesaj verir ki, vaxt məhduddur və seçim pəncərəsi bağlana bilər. Hazırda sual budur ki, İran bu fasiləni danışıqlar fürsətinə çevirəcəkdir, yoxsa Vaşinqtonun növbəti addımı daha da sərt olacaq. Çünki görünən odur ki, hücum təxirə salınıbdır, amma təhlükə aradan qalxmayıbdır.